Müəllim. Hə, bala, nə olub? Bayaq mən stoykada... İmkan verməyin, ha, məşq eləyək. Hə. Bayaq mən stoykada duranda, rəqib mənim əllərimdən vurub mən açmışam. Əllərindən burada açdın, necə durmuşdun stoykada? Dur, baxım mən. Durmuşdum stoykada. Hə, gördün, aşarsan da təbii ki. Bizə niyə açdın? Bəli, Gəl bura. Ona görə açdın ki, stoykada duranda heç bir zaman sağ ayaq, sol ayağın arxasına və yaxud da sol hissəsinə gələ bilməz. Bu sənin dirəyindir, loru dildə desək. Ayağındır. Ağırlığın həmişə arxa ayaqda olmalıdır və arxa ayağın sol ayaqdan sağda olmalıdır. Aydındır? Yəni bu vəziyyətdə işləyirsən stoykada. Əgər sənə rəqib vuranda itələ məni. İtələ, yox, biraz güc qoy mənə. Görsən, bir də itələ. Görsən, çox getmirəm. Amma bu vəziyyətdə itələmə. İtələ, görsən, gedirəm. Bu mənim ayağımdır. Ayağımızı düz qoymalıyıq. Nə olur olsun, döyüşərkən ayaq heç bir halda sola və yaxud da ortaya gedə bilməz. Aydındır? Aydındır müəllim. Davay, get, düzgün vuruş şimdi. Başla.